Salamlar, xoş gördük hər birinizi. Mən Ramin Əzizov. Bu silsilə videolarımızdan ikinci mövzunun BPP nəşri üzrə The Qualitative Characteristics of Financial Information həmən bölmənin testləridir. Kitab üzrə getsək, kitabın içərisində üçüncü paragrafdır, amma Revision Kitdə bu ikinci paragrafdır. Sual nömrə 1. Which of accounting concept should be consider hesab etmək, if the owner of the business'in sahibi, takes goods from inventory for their personal use. Yəni, biznesin sahibi öz şəxsi məqsədləri üçün mal-material ehtiyatlarından götürsə, hansı konseptə əsasən biz bunu qeyd eləməliyik? Gəlin baxaq. Materiality konsept, yəni əhəmiyyətli konsepti bizə deyir ki, transaksiyanın çatışmaması və ya yanlış göstərilməsi qərar verməmizə necə təsir edir? Əgər təsir eləyərsə, deməli, məlumat əhəmiyyətlidir, etməzsə immaterialdır, yəni əhəmiyyətsizdir. Əhəmiyyətli məlumatları düzəltmək, əhəmiyyətsiz məlumatları isə əgər çoxlu resurs sərfiyyatına səbəb olacaqsa, düzəltməmək olar. Yəni, birinci variant başqa şeydən danışır. Accrual basis hesablama prinsipidir. Transaksiya baş verən kimi pul axından asılı olmayaraq dərhal hesabatda yazılmalıdır. Accrual prinsipinin bizə dediyi budur. Going concern konsepti underlying assumptiondur, yəni əsas bizim prinsipimizdir. Hansı ki, hesabat hazırlayanda özümüzə sual veririk. Hesabatını hazırladığımız biznes növbəti bir maliyyə dövründə fəaliyyət göstərəcəkmi? Əgər göstərməsinə dair hər hansısa bir şübhəmiz, hər hansısa bir təxminimiz varsa, deməli ortada going concern yoxdur. Going concern sözünü səsləndirdiksə, deməli hesabat günündə biznesin fəaliyyətinin fasiləsinə dair hər hansısa bir məlumata sahib deyilik. Business entity konsept isə biznes və onun sahibi arasında mühasibat qeydlərinin ayrı aparılmasını bizdən tələb eləyir. Yəni, sualımızın cavabı D variantıdır. Ona görə ki, biznesin sahibinin hətta öz şəxsi məqsədləri üçün olsa belə biznesdən götürdüyü məbləğləri biz hesabatda qeyd eləməliyik. Drawings və ya dividend adı altında. Yəni, bu konseptə əsasən mühasibat qeydləri heç bir halda qarışdırılmamalıdır. Yəni, düşünməməliyik ki, məsələn, deyək ki, fərdi sahibkardır. Öz vöyününə bağlı olaraq biznes qurub, onsuz da elə biznes sahibinin özü deməkdir, hüquqi olaraq. Biz bunu yenə də hesabat baxımından, mühasibatlıq baxımından ayrı saxlamalıyıq. Qısacası, sualımızın cavabı D variantıdır. 2.2. Sales revenue, yəni əsas fəaliyyətimizdən gəlir, should be recognized when goods and services have been supplied yəni təmin edildi, təchiz edildi, to the customer alıcı. Costs, yəni burada xərc mənasında verir, are incurred baş verməkdir, when goods and services, məhsul və ya xidmətlər, have been received, qəbul edildi. Bu prinsip accrual konseptidir. Yəni, transaksiya baş verən kimi dərhal hesabatda yaz deyir. Pul axınına baxmadan, gəliri o zaman tanı ki, məhsul və ya xidməti təhvil verdin qarşı tərəfə, xərci o zaman tanı ki, məhsul və ya xidməti aldın. Qayda biraz təhrif olunub, amma baxdıqda aşkar olaraq accrual prinsipinə işarələdiyini görə bilərik. Üçüncü testimizə keçək. Which accounting concept states that omitting, yəni omit buraxmaq, ötürmək mənasındadır. Misstating, state qeyd eləmək, misstate yanlış qeyd eləmək. Information could influence təsir. User of financial statements deməyə çalışır ki, məlumatın ötürülməsi və ya yanlış göstərilməsi informasiyanın maliyyə hesabatlarının istifadəçilərinin qərarına təsir eləyə bilər. Bu əhəmiyyətli konseptidir. Əgər təsir eləyə bilərsə, get onu düzəlt, etməzsə, düzəltməyə də bilərsən, çünki çoxlu resurs sərfiyyatına səbəb ola bilər. Consistency prinsipi deyir ki, davamlılığı qoru, ki, aşağıda baxacaq. Accrual prinsipi deyir ki, transaksiyanı baş verən kimi pul axından asılı olmayaraq hesabatda tanı. Going concern deyir ki, hesabat hazırlayanda özünə sual ver. Görəsən, bu biznesin növbəti bir maliyyə dövründə fəaliyyətində fasilə gözlənilirmi? Əgər hə, deməli, going concern yoxdur. Onda break-up lazımdır. 2.4. Deməli, yuxarıdakı sualın cavabı oldu accrual basis. Bir dənə təzdən baxım. Yox, materiality. Yuxarıdakı sualın cavabı, yəni 2.3-ün cavabı oldu materiality. 2.4. According to the ISB's conceptual framework, konseptual çərçivənin qaydalarına əsasən,
hansı iki dənə keyfiyyət meyarı faithful representation'ın göstəricisidir? Faithful representation ədalətli təqdimat deməkdir. Məlumat neytral, tam, yəni complete və free from error, free from material error, yəni əhəmiyyətli səhvlərdən kənar olmalıdır. Bir daha deyək. Faithful representation, yəni ədalətli təqdim olunmuş məlumat o məlumatdır ki, neytral olsun, yəni qərəzsiz olsun, 1. Tam olsun, complete olsun, yəni 2. Üçüncüsü isə free from material error, yəni əhəmiyyətli qədər böyük səhvlərdən ayırd edilmiş olsun, yəni səhv olmasın. Qısacası, burada verilənlərdən neytrallıq və free from material error sualımızın cavabıdır. Relevance uyğunluqdur, bu özü ayrı bir keyfiyyət meyarıdır. Fair presentation isə artıq silabusumuzda yoxdur, buna baxmaya bilərsiniz. 2.5 Which of the following accounting concept means that similar items should receive a similar accounting treatment? Yəni, similar oxşar deməkdir. Item da element. Oxşar elementlər should receive similar accounting treatment. Treatment sözünün müxtəlif mənaları var. Burada davranış, yanaşma mənasındadır. Yəni, oxşar elementlərə oxşar mühasibatlıq yanaşması tətbiq edilməlidir. Bu consistency, yəni davamlılıq prinsipinin dediyi qaydadır. Məsələn, əgər mən deyək ki, eyni ərazidən torpaq almışam, təyinatları nisbətən fərqli olsa da aşağı-yuxarı oxşardır. Onların yanaşmalarını hesabatda tanınma, təsnifləşdirmə və s. məntiqini eyni tutmalıyam. Və yaxud da oxşar inventarım var, onların qiymətləndirilməsini eyni metodika ilə aparmalıyam. Fərqli o halda eləyə bilərəm ki, əgər 2 dənə şərtdən birinə cavab verərsə, ya IFRS, yəni standart bunu məndən tələb eləsə, ya da ki, yanaşmamı dəyişməyim daha düzgün təqdimata səbəb olacaqsa, daha ədalətli təqdimata səbəb olacaqsa. Bu nə deməkdir? Yəni, mən daha əvvəl yanaşmamı, məsələn, amortisasiya metodumu fərqli seçmişdim. Bu il dəyişməyə məcbur oldum, çünki əvvəl elədiyim estimate yanlış olmuşdu. Consistency-ni bu halda pozmuş sayılmıram əslində, sadəcə dəyişikliyi izah eləyirəm. Confirmatory məlumatın təsdiq edilə bilərlik xüsusiyyətidir. Accrual hesablama prinsipidir. Matching uzlaşma prinsipidir. Matchingin dediyi nədir? Gəlirlər, yəni income, onların qazanılması üçün çəkilmiş xərclərlə uzlaşdırılmalıdır. Burada bərabərləşdirmə nəzərdə tutmur. Növbəti testlərdə qarşımıza çıxanda baxarıq. Yəni, bu sualın cavabı consistency-dir. Və consistency, davamlılıq prinsipi müqayisə edə bilərlik keyfiyyət meyarını dəstəkləyir. Yəni, comparability keyfiyyət meyarını dəstəkləyir. 2.6 Listed below are some characteristics of financial information. Aşağıda verilənlərdən hansı ikisi keyfiyyət meyarlarından 2 əsas keyfiyyət meyarı sayılır? Relevance və faithful representation. Bunlar 2 əsas keyfiyyət meyarımızdır. Consistency prinsipdir, keyfiyyət meyarı deyil. Accuracy isə belə bir keyfiyyət meyarımız, yəni siyahıda yoxdur. Accuracy olmalıdır, təbii ki, məlumat accurate olmalıdır, amma belə bir siyahı olaraq konseptual çərçivədə bunu bizə vurğulamır. Yəni, sualımızın cavabı relevance və faithful representation. 2.7 Which of the following statements describe yəni təsvir eləyir, qualitative characteristic, qualitative yəni keyfiyyət. Faithful representation, faithful ədalətli, representation da təqdimat. Verilənlərdən hansı ikisi informasiyanın keyfiyyət meyarlarından olan ədalətli təqdimatı təsvir eləyir? Faithful representation olması üçün bayaq dedik, məlumat complete, natural və free from error, free from material error olmalıdır. Deməli, sualımızın cavabı D variantı. 2.8 Listed below are comments about accounting concept. Bizə deyir ki, verilənlərdən hansılar doğrudur? Konseptual çərçivənin verdiyi qaydaya əsasən. Financial statements always treat business as separate entity. Bəli, biz maliyyə hesabatlarını biznes və digər tərəfdə də biznesin ownerini, yəni biznesin sahibini qeyd eləsək, separate entity, mühasibatlıq baxımından onlar ayrı-ayrı qurumlardır. Qeydiyyatlara ayrı aparılmalıdır. Separate entity deyəndə onu nəzərdə tutur. Amma burada yazsaydı financial statement tərəfdən yox, legal tərəfdən,
onda artıq sole trader və partnershipi separate deyil, eyni götürərdik. Qısacası birinci cavabımız mühasibatlıq baxımından qeyd elədiyi üçün doğrudur. Materiality means, yəni əhəmiyyətli prinsipi deyir ki, means mənaya gəlir, that only items having physical existence, fiziki existence mövcudluq, may be recognized, recognize tanımaq, qeyd eləmək mənasına verilib, as an asset. Yəni deməyə çalışır ki, materiality, yəni əhəmiyyətli prinsipinə əsasən, sanki hesabatda yalnız fiziki mövcudluğu olan elementlər qeyd edilməlidir. Xeyr, bir, materiality bundan danışmır. İki, ümumiyyətcə belə bir qayda yoxdur ki, yalnız fiziki mövcudluğu olan elementlər aktiv kimi qeyd edilə bilər. Məsələn, qeyri-maddi aktivlərimiz var, deyək ki, patentlər, lisenziyalar və s. Onların fiziki mövcudluğu olmasa da aktiv kimi tanına bilir. İkinci fikirdə iki dənə yanlış ifadə var. Bir, materiality bu qaydadan danışmır. İki, fiziki mövcudluqla bağlı limitlənmiş bir aktiv tanıma kateqoriyamız yoxdur. 3. Provisions. Provision ikinci paragrafda keçməsək də, təxminən deyək, provision ehtiyatlardır, amma burada öhdəliklər üçün yaratdığımız ehtiyatı nəzərdə tutur. Our estimate, estimate təxmin, and therefore, yəni buna görə, can be altered, alter yəni dəyişikliyə məruz qalır mənasına verir. To make financial results of a business more attractive to investor. Deməyə çalışır ki, proviziyalar təxmindir və buna görə də investor üçün daha cəlbedici görünməsinə səbəb ola bilər biznesin. Belə bir qaydamız yoxdur. Əslində proviziyanın yaradılması öhdəlik tərəfdə olduğu üçün əksinə biznesin sahibini biznesdən biraz kənarlaşdılar. Yəni daha ehtiyatlı olmağa sövq eləyər. Yəni görəsən bu biznesdə nə var idi ki, nə baş vermişdi ki, biznes öhdəliyə görə ehtiyat yaratmalı oldu. Qısacası burada doğru cavabımız yalnız 1. Sonra 2.9. Yenə də sual bizdən soruşur, verilənlərdən hansılar doğrudur? Concept of accrual requires, yəni tələb eləyir, transactions to be reflected, reflect əks elətdirilmə. Financial statements once the money, once yəni nə vaxt ki mənasına verir. Money or the equivalent received or paid. Deməyə çalışır ki, sanki accrual, yəni hesablama prinsipinə əsasən transaksiyalar pul qəbul ediləndə və ya ödəniləndə tanınmalıdır. Xeyr, bu qayda accruala tamamilə ziddir. Accrual əksini deyir. Deyir ki, transaksiyanı pul axınından asılı olmayaraq qeyd elə. Yəni pulu almısan, ödəmisən, ona baxma. Əsas bax ki, transaksiya baş veribmi? Aktiv alınıbsa, onun pulunun ödənilib ödənilməməsi hesabatda yazılmağına maneə deyil. Yəni birinci ideya səhvdir. Information is material. Məlumat əhəmiyyətlidir. If omission or misstatement, yəni buraxılması və ya səhv göstərilməsi could influence economic decision, iqtisadi qərar verməyə təsir eləyirsə istifadəçilərə, bəli, bu məlumat əhəmiyyətli sayılır. Bəli, bu qaydanı doğru götürürük, çünki elə materiality prinsipinin də bizə dediyi budur. Üçüncü, based on deməli, facial representation, it may sometimes necessary to exclude, necessary vacib, exclude da kənarlaşdırma, xaric etmək. Material information from financial statements due to yəni səbəbdən görə mənasında. Difficulties establishing an accurate figure. Establish əsasını qoymaq, formalaşdırmaq mənasında verib burada. Accurate-də deməli düzgün, dəqiq, səhih məlumat nəzərdə tutur. Burada deyilən nədir? Yəni sanki facial representation-a əsasən, yəni ədalətli təqdimat prinsipinə əsasən, bəzi hallarda elə hal ola bilər ki, biz məlumatı hesabatdan xaric eləyək, yəni göstərməyək, çünki onu formalaşdırmaq çətin idi. Xeyr, belə bir qayda yoxdur. Məlumatın tapılmasının asanlığından və ya çətinliyindən asılı olmayaraq, əgər məlumat hətta əhəmiyyətlidirsə, yəni burada hətta qeyd edilir ki, əhəmiyyətli məlumatdır, onu hesabatdan çıxarmaq kimi, xaric eləmək kimi bir şansım yoxdur. İstənilən məlumat hesabatda göstərilməlidir. Qısacası, burada cavabımız yalnız 2 doğrudur. Digər 2 variantlar yanlışdır. 2.10. 6 dənə keyfiyyət meyarından danışır. Sadalayaq. 2 dənə əsas. Digərləri isə enhancing. Enhancing yəni yaxşılaşdıran, yüksəldən, keyfiyyəti yaxşılaşdıran mənasında deyir. Enhance.
Yaxşılaşdıran keyfiyyət meyarları. İki əsas keyfiyyət meyarımız. Relevance və faithful representation. Digərləri timeliness, understandability, verifiability və comparability. Gəlin baxaq. Relevance və faithful representation iki əsasıdır. Comparability, verifiability, timeliness and understandability. Yəni sualımızın cavabı A bəndi. Sonra 2.11 verilənlərdən hansı is not, yəni deyil, keyfiyyət meyarı deyil. Faithful representation keyfiyyət meyarıdır, relevance keyfiyyət meyarıdır, timeliness də keyfiyyət meyarıdır, amma accrual mühasibat prinsipidir. Ona görə də sualımızın cavabı D variantıdır, çünki bizdən sual keyfiyyət meyarını soruşur. Konsepti deyil. 2.12 konseptual çərçivənin verdiyi qaydalardan maliyyə hesabatlığının məqsədi deyil. Provide təmin eləmək mənasındadır. Information regarding yəni uyğun olan bu məzmunda mənasında deyək, daha geniş izah olsun deyə. Financial position of the business, yəni biznesin maliyyə vəziyyəti haqqında ona aid olan məlumatlar vermək. Bəli, doğrudur. Performans barədə məlumat vermək, bu da doğrudur. Enable, mümkün eləmək. The users to the assess qiymətləndirmək. Performance of the management to aid decision making. Burada aid mənası kömək eləmək. Decision makingdə qərar qəbul eləmək, qərar formalaşdırmaq. Yəni, istifadəçilərin biznesin performansı ilə bağlı verəcəyi qərar qəbulunda onlara kömək eləmək və bunu mümkün eləmək. Bəli, bu fikir də doğrudur. Provide reliable güvənilir, etibarlı. Investment advice, investisiya qərarı, advice məsləhət mənasındadır. Xeyr, konseptual çərçivənin belə bir məqsədi yoxdur ki, biz hesabatda göstərək, hörmətli investor, bura yatırım et, yoxsa yox. O, onun öz qərarıdır. Biz sadəcə neytral şəkildə məlumatlar ortaya qoyuruq, qərar verib, yatırım eləyib eləməyəcəyinə özü baxır, özü qərar verir. Biz ona müdaxilə etmirik və belə bir məlumat da təmin etmirik. Yəni, sualımızın cavabı oldu D variantı, çünki konseptual çərçivənin belə bir məqsədi yoxdur. 2.13 Identify, yəni müəyyən elə, by indicate vurğulamaq, göstərmək. Relevant box in the table below. Yoldaşlar, ötən videoda da qeyd eləmişdim. Terminləri tez-tez təkrarlayıram ki, videoya baxdıqca ən azı yadımızda qalsın. Whether each following statements correct or incorrect. Doğrudur və ya yanlışdır. Gəlin baxaq. Companies should never change. Heç vaxt dəyişməməlidir. Presentation or classification. Presentation təqdimat, classification təsnifləşdirmək, kateqoriyalara bölmək. Of the items in their financial statements, even if, hətta, there is a significant əhəmiyyətli, kifayət qədər böyük mənasında. Change in the nature of the operations. Yəni deməyə çalışır ki, şirkət heç bir halda, hətta əhəmiyyətli qədər dəyişiklik olsa belə, maliyyə hesabatında təqdimatı və təsnifləşdirməni dəyişməməlidir. Xeyr, consistency prinsipinə əsasən, əgər hesabatda kifayət qədər böyük dəyişiklik olubsa və dəyişikliyə ehtiyac varsa, bunu dəyişə bilərəm. Yəni, bu qayda ona görə səhvdir ki, burada bizə limit qoyur ki, hətta böyük dəyişiklik olsa da sən hesabatda dəyişiklik eləmə. Xeyr, dəyişiklik eləmək olar. Deməli, bu cavabımız yanlışdır. Sonra gəlir, companies 2.13-də bizə nümunə verir. Deməli, companies should create a provision, yəni biznes ehtiyat yaratmalıdır. In a times of companies growth böyümə mənasındadır. To be utilize istifadə eləmək və ya, necə deyim, istifadə mənası daha yaxşı olar. More difficult times to smooth, stabilləşdirmək, hamarlaşdırmaq mənasında verir burada. Yəni, deməyə çalışır ki, sanki şirkət daha çox profit qazandığı müddətlərdə ehtiyat saxlamalıdır ki, gələcəkdə mənfəətini stabilləşdirsin. Xeyr, şirkətin cari mənfəətindən ehtiyat olaraq, rezerv olaraq ayırması, onun gələcəkdə də mənfəətinin stabil olacağının garantiyası deyil. Bəli, şirkətin çətin anlarında ona kömək olacaq, amma yenə də
mənfəətini stabilləşdirəcək mənasına gəlməz. Heç bir halda bu onun üçün zəmanət deyil. Yəni hər iki fikir yanlışdır. 2.14. Prudence. Prudence şübhəlilik. Prudent sözündən götürülüb, şübhəli mənasındadır. Yəni hesabat hazırlayanda bizim subyektiv qərar verəcəyimiz nüanslarda bizim maksimum ehtiyatlı olmağa və aktivi, öhdəliyi, kapitalı, gəliri, xərci, heç bir elementi lazımından çox və ya az göstərməməyə çalışmağı bizə deyir ki, çalış ki, lazımından nə çox, nə də az göstərməyəsən. Əvvəl bu qaydada sanki belə bir təəssürat formalaşırdı ki, mən aktivlərimi çox göstərməməliyəm qaydasını görəndə, yəqin ki, mənə deyir ki, elə algılayırdım. Yəqin ki, mənə deyir az göstər. Xeyr, Prudence bizə bunu demir. Deyir ki, ümumiyyətcə nə az göstərməyə çalış, nə də çox göstərməyə çalış. Baxın, burada nə deyir? Prudence requires the asset to carry the at, carried yəni göstərmə mənasındadır, carry daşıma mənasıdır, amma burada göstərmək kontekstində deyir. At their lowest possible valuation. Sanki bu konseptə əsasən aktivin ən aşağı dəyəri nədirsə ondan göstərməliyik. Xeyr. Prudence bizə bunu demir. Deyir ki, nə aşağı göstər, nə də yuxarı göstər. Şübhəli ol, ehtiyatlı ol, amma aşağı göstərməyə can atma. Bu artıq neytrallığı pozar. When prudence is applied, income is not recognized until the money has been received. Xeyr, bu accrual prinsipinə birbaşa ziddir. Yəni sanki biz pul almasaq gəlir tanımamalıyıq. Bu qaydada yanlışdır. Prudent decision, yəni şübhəli verilmiş qərar, will mean, o mənaya gələcək ki, mean mənaya gəlməkdir. Lower expenditure, yəni sanki xərclərimizi aşağı göstərməyi bizdən tələb eləyir. Xeyr, bunu da tələb eləmir. Bəs nə tələb eləyir? Prudence does not allow icazə vermək. For overstatement. Overstatement lazımından çox göstərməkdir. Understatement da var, lazımından aşağı göstərmək. Of liabilities. Bəli, bizə deyir ki, öhdəliyi lazımından çox göstərməyə icazə vermir. Razıyıq. Ümumiyyətcə, prudence nə aktivin, nə də öhdəliyin xarakteristikasına baxıb bizə demir ki, okey də biz öhdəlik gördük, yəqin ki, bizə deməyə çalışır ki, mən öhdəliyi çox göstərsəm, sonra az olsa, heç kim narazı olmaz. Narazı olarlar əgər az göstərsəm, amma reallıqda çox olsa. Bu kimi ziddiyyətləri nəzərə alaraq, prudence hər iki tərəfdən bizə limit qoyur. Deyir, baxma, aktiv, öhdəlik, kapital, gəlir, xərc, bunların xarakteristikasına baxma. Sən gəliri və, məsələn, aktivi çox göstərməyə can atırsansa, bu demək deyil ki, mən sənə yuxarı limit qoydum ki, çox göstərmə. Və səni məcbur eləmirəm ki, aşağı göstər. Sadəcə deyirəm ki, reallıq nədir onu göstər. Çalış şübhəli yanaşasan. Yəni, burada yanlış algı yaranmaması üçün bizi yuxarıdan da limitləyir, aşağıdan da limitləyir. Yəni, sualımızın cavabı oldu burada D variantı. 2.15. Yenə də bizdən doğru və ya yanlışdır. Onu soruşur. Verifiability, verify təsdiq eləmək deməkdir. Təsdiq edilə bilərlik xüsusiyyəti means having information available yəni əlçatan. To decision makers in a time of capable deməli, bacarığa sahib olmaq, yəni edə bilmək bacarığı mənasında deyir. Influencing their decisions, yəni informasiya verifiability xüsusiyyətinə əsasən oxuyucuların qərar verməsində iştirak edə bilmək qabiliyyətinə sahib olmalıdır. Yəni elə bir məlumat verməliyəm ki, adam onu iqtisadi qərar verməsində istifadə eləsin. Bu qayda verifiability hissəsini çıxarsaq, qayda öz-özlüyündə doğrudur, amma verifiability-nin deyil bu. Bu relevance'ın keyfiyyət deməli definition'dır, yəni izahıdır. Bu qaydamız ona görə yanlışdır ki, bu verifiability-nin qaydası deyil. Bu relevance'ın qaydasıdır. Yəni birinci ifadəmiz yanlışdır. Financial statements are normally prepared on the assumption təxmin, mülahizə, iddia mənalarında deyə bilərik. Mülahizə desək daha yaxşı olar. An entity is a going concern and will continue operation for the foreseeable future. Foreseeable future təxmin edilə bilən və ya görünə bilən gələcək. Başqa sözlə, maliyyə hesabatları normalda, hansı ki yəni F3 kursu boyunca biz həmişə bu prinsipi qoruyuruq, şirkət və ya müəssisə going concern, yəni fasiləsizliyini qoruyacaq qədər
Bizim məlumatımız var ki, bu biznesin fəaliyyətində fasilə gözləmirik. O səbəbdən öz fəaliyyətini bu formada davam elətdirəcək. Bəli, going concern bizə bunu deyir. Amma burada xüsusi bir haşiyə çıxım. Bəzən yanlış algı formalaşır ki, sanki going concern bizə zəmanət verir ki, bu biznes batmayacaq, müflis olmayacaq. Xeyr, going concern sadəcə bir təxmindir, bir gözləntidir. Mən belə gözləyirəm. Hal-hazırdakı əlimdəki datalara əsasən. Bir ay sonra, hətta sabah tamam situasiya fərqli dəyişə bilər. Fərqli formada dəyişə bilər. Mən ona heç bir halda zəmanət vermirəm. Sadəcə təxmin eləyirəm. Yəni, birinci fikir yanlışdır, ikinci fikir doğrudur. 2.16. Which of the following statements about understandability is correct? Understandability başa düşülə bilərlik xüsusiyyətidir. Məlumatların qərar vermədə başa düşülən şəkildə deməli, təqdimatından danışır. Yəni biz məlumatı o cür verməliyik ki, oxuyucu oxuyub ona qərar verməsində başa düşülən formada istifadə eləsin. Classifying, yəni təsnifləşdirmək, characterizing and presenting information clearly, clearly təmiz şəkildə, and concisely, concisely açıq aydın şəkildə deyək, hərf tərcüməsi açıq aydın şəkildə daha yaxşı olar. Makes it understandable, yəni məlumatlar o cür təsnifləşdirilməli və təqdim edilməlidir ki, açıq-aşkar və detallı şəkildə, başa düşülən şəkildə qərar vermədə iştirak eləsin. Yəni, qarşı tərəf onu oxusun, başa düşsün. Yəni, sualımızın cavabı A variantıdır. 2.17. Relevansın qaydasını bizdən istəyir. Complete and natural bu face representation'dır. Predictive, confirmatory and free from error. Free from error əslində face representation'ın qaydasıdır. Yəni, ideya olaraq bəli, bu doğrudur ki, məlumat free from error olmalıdır. Amma relevansın tərkibində bunu öyrənmirik. Biz bunu öyrənirik konseptual çərçivənin 2 dənə əsas keyfiyyət meyarlarından biri olan face representation'da. Bunu da sildik cavablarımızın arasından. Capable of making difference to the decision made by the users and complete. Complete sözünü bura əlavə elədiyi üçün yenə də qaydamızda artıq bir ifadə var. Bunu da sildik. Capable of making difference to decisions made by users. Having predictive, prediction sözündən götürülüb, deməli, təxmin edilə bilərlik xüsusiyyətlidir. Confirmatory, confirmatory burada təsdiq, məlumatı təsdiq eləmək, yəni confirm eləmək və ya hər ikisi. Qısacası, məlumat qərar vermədə iştirak eləyə bilməsi üçün həm təsdiq edilə bilər, həm də təxmin edilə bilərlik xüsusiyyətinə sahib olmalıdır ki, qərar verməmizdə iştirak eləsin və bizim qərar verməmizə aidiyyat olmalıdır. Məsələn, nümunə verirəm. Təsəvvür eləyin ki, ofisdə siz mühasibsiz və kassirdən kassada nə qədər məbləğ olduğunu soruşursunuz ki, hesabata yazasınız. Şərti senari deyirəm və kassir də sizə işçilərin sayını deyir. Deyir ki, bu ay məsələn 2800 manat, daha doğrusu əmək haqqısını deyir. 2800 manat əmək haqqı ödəmişəm. Açıb hesabata baxırsınız ki, bəli, düz deyir. Amma sizin ondan soruşduğunuz sual tamam başqa idi. Siz ondan hal-hazırda kassada qalan pulun məbləğini soruşursunuz. O sizə ay ərzində ödənilmiş əmək haqqını deyir. Məlumat doğru olsa da, tam olsa da, neytral olsa da, sizə lazım olan cavab o deyil. Bu prinsip bizə deyir ki, hörmətli mühasib hesabat hazırlayanda bir özünə sual ver. Oxuyuculara mən nə tip məlumatlar verməliyəm ki, o adam bu hesabata baxanda qərar verməsində bu məlumat iştirak eləsin. Sabahsı gün onda çaşınlıq yaranmasın. Yəni, mən maliyyə hesabatı hazırlayıram deyib də, hesabatda avtomobillərin markasını, avtomobillərin tonajını, sərnişin tutumlarını və yaxud da torpağımızın yerləşdiyi ərazi, binamızın otaq sayını və s. kimi məlumatları maliyyə məlumatı kimi verməməliyəm. Təbii ki, bu məlumatlar da sonradan bizə lazım ola bilər. Şirkətin qeydiyyat kitabçalarında bunlar var. Amma maliyyə hesabatının məqsədində bu yoxdur. Orada maliyyə məlumatları ölçülə bilən, təsdiq edilə bilən və s. məlumatlar görsənir. Yəni, relevansiv əsasən bizə bunu deyir. Qısacası, sualımızın cavabı D variantıdır. Sonra gəlirik 2.18. Bu sual bizə nə deyir? Doğru və ya yanlışı tapmalıyıq yenə də. Conceptual framework for the financial reporting provides, yəni təmin eləyir.
Choice of measurement basis. Measurement deməli ölçmək, qiymətləndirmək. Measurement basis ölçü bazası, ölçmə meyarı. Current value, yəni hazırki dəyər for an asset is a cost that was incurred when the asset was acquired or created, and for liability value of consideration. Consideration transfer mənasındadır. Nə deməkdir? Məsələn, təsəvvür eləyək ki, banka borcum var 200 min. Bunun 70 minini nəqd pul verirəm. Geri qalan 130 minini də əmlakla qarşılayıram. Totalda consideration transfer pul və əmlakın cəmidir. Və yaxud da təlim keçirəm qarşılığında 200 minlik, nə bilim, 2 il müddətində bank işçilərinə təlim keçirəm. Bu artıq mənim considerationımdır. Yəni consideration deyəndə tək pul nəzərdə tutulmur. Pul və digər formada ödəniş vasitələri. Bu əslində current value-nun yox, historical cost-un definitionudur, yəni tərifidir. Yəni bax, bu hissədən aşağı current value-nu cümlədən çıxarsaq, historical cost anlayışı bax bu qaydalar bizə deyir. Aktivin başa gəlməsi, öhdəliyin də consideration received. Yəni mən öhdəlik baş verəndə nə qədər consideration receive elədim mənasında. Yəni özümü nə qədər borclandırdım. Nümunə verirəm, başqa nümunə verirəm. Mən deyək ki, təchizatçıdan kiməsə borclanmışam. Bu borclanmamın səbəbi nə olub? Mənə 95 minlik məhsul verib, 25 minlik də nəqd pul verib. Deməli, mənim 120 minlik borcum var. Burada consideration received mənim nə qədər məbləğ qəbul elədiyimin göstəricisidir. Şərt deyil ki, mən ora mütləq ancaq pulu qeyd edeyim. Pul və digər ödəniş vasitələri. Deməli, bu ifadəmiz yanlış oldu, çünki current value burada yanlış göstərilib. Information can be compared for the same entity over the different periods between different entities. This describes the enhancing characteristics of comparability. Yəni, informasiya məlumatının müqayisə edilə bilərliyi müxtəlif müəssisələrin, müxtəlif şirkətlərin məlumatlarını müqayisə edilə bilməsinə də bizə kömək eləyir. Bəli, bu qaydamız doğrudur. Belə bir keyfiyyət meyarımız var. Yəni, birinci ifadə yanlışdır, ikinci ifadə doğrudur. 2.19. Verilənlərdən hansı iki dənə keyfiyyət deməli, qiymətləndirmə meyarımızdır, measurement basis, amma current value-nun içərisində. Present value pulun zaman dəyəri anlayışına görə olan bir anlayışdır. Bununla bağlı səhifəmizdə video var. Pulun zaman dəyəri anlayışı yazsaz, oradan baxa bilərsiniz. Bu pulun zaman dəyəri anlayışına aiddir. Sualımızın cavabı deyil. Fair value ədalətli dəyər anlayışıdır. Existing value hal-hazırki dəyərdir, amma belə bir qaydamız yoxdur. Sualımızın cavabı olacaq fair value və value in use. Value in use o deməkdir ki, elementin bundan sonra istifadəsindən alacağım pulların indiki dəyəri. Məsələn, təsəvvür edin ki, məsələn, coffee shop işlədirəm. Coffee shopda da bir avadanlığım var. Avadanlığa qiymət biçmək istəyirəm. Və hər hansısa bir formada ölçə bilmədim, pul axınına arxayın oluram. Deyirəm ki, bu avadanlığın bundan sonra 4 il istifadə müddəti var. Birinci il avadanlıqdan 20 min, sonra 8 min, sonra şərt rəqəmləri yazıram. 14 min, sonra isə 9 min pul qazanacam. Bu məbləğlərin hamısını pulun zaman dəyəri anlayışından diskontlaşdırıram. İstifadə müddəti boyunca alacağım pulların indiki dəyəri şərti bir rəqəm yazaq. Deyək ki, olacaq 35 min. Fikir versəz, 35 min bu pulların cəmindən kiçik oldu. Çünki gözləntimiz odur ki, pulun zaman dəyəri anlayışına əsasən, təbii ki, bu həmişə belə deyil. Böyük ehtimalla present value future value-dan kiçik olacaq. Yəni, future value deyəndə burada deməli 41-i nəzərdə tuturuq. 41 yox, daha doğrusu 51-i nəzərdə tuturuq. 35 isə bunun present value-sudur. Value in use odur. Yəni, sualımızın cavabı fair value və value in use oldu. 2.20. Identify, yenə də müəyyən elə, doğrudur və ya yanlışdır. Information that can be independently müstəqil şəkildə verified, təsdiq edilə bilər, is generally more useful, əsasən daha faydalıdır. Hansını ki, biz təsdiq edə bilmirik.
Bəli, bu ideya doğrudur. Məlumatı təsdiq eləyə bilmə, yəni təsdiq edilmiş məlumat təsdiq edilməmişdən daha qiymətlidir. Bəli, bunun üçün mühasibə oxumağa ehtiyac yoxdur. Məlumatı əgər təsdiq eləyə bilirəmsə, daha güvənilirdir, nəinki digəri. Materiality konseptinə əsasən commercial reality, yəni kommersiya reallığı hesabatda göstərilməlidir. Takes precedent over the legal form of agreement. Üstünlük qazanır. Yəni sanki materiality prinsipinə əsasən tranzaksiyanın reallığı onun hüquqi formasından üstündür. Belə bir qaydamız var. Doğrudur. Amma bu materialitydə öyrənilmir. Bunu öyrənən prinsip substance over form. Mahiyyətin formadan üstünlüyü prinsipidir. Yəni qayda doğrudur, amma materiality bundan danışmır. Bundan danışan prinsip substance over formdur. Tranzaksiya, hesabat hazırlayanda tranzaksiyanın reallığıyla kağız əsası bir-birindən ziddiyyətlidirsə, fərqlər varsa, kağız əsası yox, reallıq nədirsə hesabatda onu yazacağıq. Burada qarışdırılan bir fikir var. Sanki biz kağızı tamamilə diqqətdən kənar saxlayırıq, kağız artıq qüvvədən düşür. Xeyr. Biz hesabata reallığı yazırıq. Kağız hələ də qüvvədədir. Hüquqi statusa dəyişmirik, dəyişiklik etmirik. 2.21 bu son sualımızdır. Sual bizə deyir ki, yenə də doğru və ya yanlışı tap. In a general ledger, yəni baş kitabçada bütün debit tranzaksiyalar corresponding, yəni onun qarşı hesabı olan kreditlə bərabər olmalıdır. Bu isə duality konseptdir. Yəni ikili yazılış prinsipidir. Bəli, doğrudur. İstənilən debit-kredit tranzaksiyasında debitlərin cəmi və kreditlərin cəmi bir-birinə bərabər olmalıdır. Fərq ola bilər əgər hesabatda səhv olarsa. Əksi halda, heç bir halda hesabatda debit və kredit bərabərliyi pozulmamalıdır. Burada isə bizə deyir ki, şirkətin 2 dənə müxtəlif bankda bank hesabı var. Hesabat hazırlayanda General Ledger-də olan debit balansımız cari aktivlərin içərisində göstərilib. Digər bankda kredit balansımız var. Onu da General Ledger-də öhdəlik hissəsində göstərmişəm. Və verilənlərdən hansı, daha doğrusu, mühasibat prinsiplərindən bizim belə bir bank öhdəliyimizi və bank aktivimizi biri-birindən netləşdirməmişik deyə bu faithful representation'ın göstəricisi sayılıb. Xeyr, bu offsettingdir. Yəni, əgər mənim 2 dənə bankda hesabım varsa, birində nəqd pulum var, deyək ki, 500 manat. Digərində isə kredit balans, o deməkdir ki, borcum var. Məsələn, 620 manat. Mən bunları bir-birindən netləşdirməyib, ayrı-ayrı hesabatlarda yazmağım, ayrı-ayrı hesablarda yazmağım offsetting prinsipinə görədir. Offsetting deyir ki, hətta fərqli bank yox, eyni bank olsaydı, yəni bir bankda həm pulum, həm də kreditim var. Kreditin vaxtı çatmayıbsa, ödənişdə gecikmə və s. yoxdursa və tərəflər bir-birindən razılaşmayıbsa, eyni hesabda olsalar belə, bu məbləğləri bir-birindən netləşdirmək olmaz. Yəni, deyə bilmərəm ki, onsuz da bankda 500 manat pulum var, 620 manat da kreditim var, qoy elə mən bunları netləşdirim, 120 göstərim. Olmaz. Tərəflərin razılığı olmasa, kreditin vaxtında gecikmə və s. olmasa, belə etmirik. Hərəsini ayrı-ayrı hesablarda göstəririk ki, oxuyucu tam, real şəkildə qərar qəbul edə bilsin. Yəni, bu ifadə yanlışdır. Addım düzdür, amma faithful representation'ın yox, bu offsetting qaydasının, deməli, prinsip deyək buna, offsetting prinsipinin bizə çatdırmaq istədiyi, deməli, yanaşmadır. Yəni, faithful representation'ın deyil. Bu da bizim ikinci videomuz, ikinci başlığımız. Uğurlar, çalışacağam ki, geri qalan videolarda qısa zamanda yüklüyüm. Yorulmayasınız, sağ olun.